Azad Azərbaycanla Dövlət Vergi Xidmətinin birgə layihəsi olan İqtisadi Zona verilişi efirdədir. Studiyada Günel Bəhram qızıdır. Axşamınız xeyirli olsun, hörmətli tamaşaçılar. Azad Azərbaycanın iqtisadi zonasında xoş gördük hər birinizi. Gerdə qoyduğumuz həftənin iqtisadi yekunlarından xəbər tutacaq. Həftənin iqtisadi mənzərəsi ilə qısaca tanışlıqdan sonra. Vətəndaş topladığı pensiya kapitalını vaxtından əvvəl götürə bilərmi? Dövlət Sosial Müdafiə Fondundan mövzu ilə bağlı rəsmi açıqlama. Rəsmi məzənnə enir, amma məhsul sifariş edəndə yüksək məzənnə ilə hesablanır. Xaricdən alış-verişi hansı valyutada olan kartla etmək sərfəlidir? Vergi borcunu vaxtında ödəməyənləri hansı sanksiyalar gözləyir? Nə zaman vergi ödəyicisinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər? Daşınmaz əmlaka yatırım niyə hər zaman cəlb edicidir? Pulu daha nəyə yatırıb qazanmaq olar? Birazdan. Azərbaycan Dəmir Yolları yenidən təşkil olunacaq. Bununla bağlı dövlət başçısı fərman imzalayıb. Bu il və gələn il üçün iqtisadi artım proqnozu açıqlanıb. Ağdərədə mis molibden yatağında hasilat başlayacaq. Birləşmiş Ştatlar prezidenti 5 milyon dollara vətəndaşlıq təklif edir. Bunlar və digər maraqlı xəbərlər barədə qısaca iqtisadi gündəm blokunda. Bakı limanı Azərbaycan Dəmir Yollarına birləşdiriləcək. Bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında fərmanda əksini tapıb. Məqsəd dəmir yolu nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənməsini təmin etməkdir. Avropa Yenidən Qurma və İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul artımını 3% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın sonuncu regional iqtisadi perspektivlər hesabatında bildirilir. Qeyd olunur ki, 2026-cı ildə artım 2,5%-ə qədər azala bilər. Bununla belə ölkənin iqtisadi perspektivi neft və qaz qiymətlərindəki dəyişkənliklərə, eləcə də regional geosiyasi proseslərə qarşı yüksək dərəcədə həssas olaraq qalır deyə hesabatda vurğulanır. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining şirkəti işğaldan azad edilmiş, keçmiş Ağdərə rayonu ərazisində yerləşən dəmirli mis molibden yatağında bu il istehsala başlayacaq. Dəmirli yatağı uzun müddət Ermənistanın nəzarətində olub və 2023-cü ildə Azərbaycan ordusunun antiterror tədbirləri nəticəsində tam nəzarətə götürülüb. Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump iş yerləri yaradacaq xarici investorlara xüsusi qızıl kart təqdim edəcəklərini açıqlayıb. 5 milyon dollara satılacaq bu kart həm yaşıl kartın imtiyazlarını təqdim edəcək, həm də vətəndaş olmağı asanlaşdıracaq. Varlılar bu kartla ölkəmizə gələcək, çoxlu pul xərcləyəcək, çoxlu vergi ödəyəcək və iş yerləri açılacaq. Bunun son dərəcə uğurlu olacağını düşünürük deyə Donald Trump qeyd edib. Daşınmaz əmlaka yatırım niyə hər zaman cəlb edicidir? Pulu daha nəyə yatırıb qazanmaq olar? Birazdan. Dövlətin iqtisadi sisteminin dayanıqlığını təmin edən əsas amillərdən biri vergi sistemidir. Buna görə də hər bir vergi ödəyicisinin öhdəliklərini vaxtında yerinə yetirməsi çox önəmlidir. Amma bəzən müxtəlif səbəblərdən vergi borcu ödənmir. Bu zaman hansı sanksiyalar tətbiq oluna bilər? Nə zaman vergi ödəyicisi məhkəməyə verilə, ölkədən çıxışına qadağa qoyula bilər? Burada vergi borcunun məbləği də rol oynayırmı? Dövlət Vergi Xidməti və hüquqşünasların açıqlamasını təqdim edirik. Bəzi hallarda vergi ödəyiciləri müəyyən səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilmir və nəticədə vergi borcu yaranır. Vergi orqanı ilkin olaraq bu barədə müxtəlif kanallar vasitəsilə vergi ödəyicisini məlumatlandırır. Rəsmi bildirişlər, mesajlar göndərir. Edilmiş xəbərdarlıqlardan sonra da borcunu ödəməyənlərə qarşı isə inzibati tədbirlər görülür. Belə ki, borcun alınması ilə bağlı, ödənilməsi ilə bağlı vergi ödəyicisinə bildiriş göndərildiyi tarixdən sonra növbəti 5 gün ərzində borc ödənilmədiyi təqdirdə artıq
maksimum 1 il müddətində, 1 ildən gec olmamaq şərti ilə hər bir ötmüş gün üçün borc məbləğinə 0,1% dərəcəsi ilə əlavə faizlərin hesablanmasına başlanılır. Vergi ödəyicisinin hesablarına, bank hesablarına, elektron pul təşkilatlarındakı hesablarına sərəncamlar göndərilir. Bundan başqa aktivləri barədə məlumatın 10 gün ərzində təqdim edilməsi tələb edilir, qərar icra qurumlarına göndərilir. Əmlaklar siyahıya alınaraq hərracda və ya ticarət şəbəkələrində satılması üçün məhkəməyə müraciət olunur. Həmçinin borclu fiziki şəxs və hüquqi şəxsin rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət olunur. Bəzi hallarda isə vergi borcunu ödəməmək cinayət məsuliyyəti yaradır. Nəzərə almaq lazımdır ki, vergi borcu ödəyicilər üçün təkcə maliyyə etkisi və yaxud hər hansı bir məhdudiyyət tədbirləri ilə yekunlaşmır. Müəyyən xəbərdarlıqlara məhəl qoymadan, görülən tədbirlərə məhəl qoymadan borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən vergi ödəyicisi cinayət məsuliyyətinə cəlb oluna bilər. Belə ki, həmin maddəyə əsasən əsas vergi borcu 50 min manatdan yuxarı olan borclar artıq cinayət tərkibi yaradan borclar hesab olunur. Bütün bu mənfi hüquqi nəticələrdən qorunmaq üçün vergiləri vaxtında və tam şəkildə ödəmək lazımdır. Amma əgər vergi ödəyicisi ondan asılı olmayan səbəbdən borcunu ödəməkdə çətinlik çəkirsə, mütəxəssislər tövsiyə edirlər ki, bu barədə vergi orqanına məlumat verilməlidir. Amma bu müraciət də əsaslı olmalıdır. Vergi borcunu ödədiyi təqdirdə bu vergi ödəyicisi iflasa uğrayacaqsa və ya ümumiyyətlə heç bir vəsaiti yoxdursa bu vergi borcunu ödəmək, vergi orqanına yazılı formada müraciət etməlidir. Yaranmış vergi borcunun 10% miqdarında hansı ki ilkin ödəniş həyata keçirməli və vergi orqanının vergi borcuna möhlət verilməsi və ya müəyyən qrafiklər əsasında ödənilməsi üçün burada 2 hal var. Ya 6 aylıq möhlət verilir və ya 1 illik qrafik müəyyən olunur. Qanunvericilikdə möhlət verilməsinə əsas ola biləcəyi hallar konkret qeyd olunub. Bura baş vermiş hər hansı təbii fəlakət, riskli obyektlərdə olan qəzalar, qarşısı alınmaz hadisələr və digər hallar aiddir. Lakin vergi borcunu davamlı olaraq gecikdirən, barəsində cinayət işi olan, başqa sözlə intizamsız vergi ödəyicilərinə bu imkan verilməyə bilər. Vəfa Şəhlayev, Farid Cəliloğlu, Şəhriyar Rəhmətli, İqtisadi Zona. Vətəndaş topladığı pensiya kapitalını vaxtından əvvəl götürə bilərmi? Dövlət Sosial Müdafiə Fondundan mövzu ilə bağlı rəsmi açıqlama. Birazdan. Azərbaycanda insanlar daha çox daşınmaz əmlaka yatırım edirlər. Əmlak bazarı üzrə ekspertlər də deyirlər ki, elə qiymətlərin davamlı artmasına səbəb olan əsas amillərdən biri də məhz budur. Bəs daşınmaz əmlaka yatırım etdikdə əsasən nələrə fikir vermək lazımdır? İnsanlar daşınmaz əmlakdan başqa nəyə yatırım edib daha çox gəlir əldə edə bilərlər? Ətraflı sujetdə. İnsanlar daşınmaz əmlaka yatırım etməyi digərlərindən daha az riskli hesab edirlər. Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyir ki, vətəndaşlar qiymətlərin daha da artacağını nəzərə alaraq daşınmaz əmlak əldə edir. Bakı və ətraf ərazilərdə, xüsusən də çoxmənzilli binalarda bahalaşma isə davamlı olaraq baş verir. Yəni, əmlaka yatırım əksər hallarda özünü doğruldur. Digər investisiya vasitələrində isə bu belə deyil. Xarici ölkələrdə xüsusən də vətəndaşlar yatırımlar üçün daha çox müxtəlif zavod və fabriklərin səhmlərinə investisiya yatırım edirlər ki, ölkəmizdə hal-hazırda bu sahənin ciddi şəkildə inkişaf etməməsi səbəbindən, xüsusən də digər əmlakları nəzərə salsaq, avtomobil sahəsinə, qızıl və zinət əşyalarında qiymət artımları müşahidə olunsa da, lakin vətəndaşların aldıqları qiymətlə təkrar bazarda satdıqları qiymətlər arasında qazanc deyil, hətta daha çox pul itkisinə səbəb olur. Ekspertlər bildirirlər ki, vətəndaşlar daşınmaz əmlak alarkən sənədləri qaydasında olan çıxarışlı mənzillərə üstünlük versələr, çox mənzilli binalara yatırım etsələr, yaxın gələcəkdə etdikləri yatırım daha çox gəlir gətirər. Bəs qiymət artımı əsasən hansı ərazilərdə baş verir? Mənzillərin satış qiymətlərində pik hətta qiymət artımı var ki, artıq qiymət artımı bölgələrdə gözlənilir. Yəni, hal-hazırda paytaxt Bakı şəhərində illik təqribi 10-15% qiymət artımları müşahidə olunursa, lakin digər ərazilərdə, Sumqayıt şəhərində, Xırdalan, Masazır ərazilərində, başqa bir tərəfdən isə Zığ və Günəşli massivlərində isə tələbatın daha çox artması həmin ərazilərə də tələbat həddindən çox artırır.
İqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, sadəcə daşınmaz əmlaka yatırımlar deyil, eyni zamanda bank depozitlərinin həcmində də artım var. Çünki depozit faizlərinin inflyasiyanı üstələməsi insanları banka pul qoymağa təşviq edir. Bəzən isə insanlar əlində olan pulun dəyər itirməməsi üçün xarici valyutaya çevirirlər. Amma bu da risksiz deyil. Vətəndaşlarımız bir mənalı bilməlidir ki, hətta dollar belə əldə saxlanılırsa, zaman-zaman inflyasiyaya uğrayır, dəyər itirir. Məsələn, illər əvvəl ABŞ-ın Rusiyadan aldığı torpağın qiymətinə verilmiş pula bugün Bakı şəhərində kiçik bir ərazi almaq olar. Deməli, dolların özü belə inflyasiyaya uğrayır. Son vaxtlar insanları onlayn şəbəkələrə pul qoyaraq güya hansısa şirkətin səhmini alaraq yüksək qazanc əldə etməyə çağıran bəzi saxta elanlar da yayılmaqdadır. Mütəxəssislər vətəndaşları diqqətli olmağa, belə şirnikləndirici vədlərə inanmamağa çağırırlar. Azər Nağıyev, Elvin Muradov, Şəkərnaz Şəhəliyeva, Vəfa Şəhlayi, İqtisadi Zona. İqtisadi Zonada hörmətli tamaşaçılar, pensiya sahəsində islahatlar aparılır və mütəmadi olaraq pensiya məbləğlərində də artımlar baş verir. Bu sahə ilə bağlı insanları maraqlandıran məqamlar kifayət qədər çoxdur. Yalnız pensiyaçıların deyil, bugün işləyən və kapital toplayan şəxslərdə düşündürən suallar var. Bugün studiyamızın qonağı Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zəkiyə Mirzəyevlə məhz bu istiqamətdə müzakirəmizi aparacaq. Axşamınız xeyirli olsun. Zəkiyə müəllim, xoş gəlmisiniz. Axşamınız xeyirli olsun. Təşəkkür edirəm. Minnətdaram. Zəkiyə müəllim, bu ildə hər olduğu kimi ölkə başçısının sərəncamı ilə pensiya məbləğləri indeksləşdirilərək artırıldı. Maraqlıdır ki, bu indeksləşdirilmə, bu qərar nə qədər insanımızı əhatə etdi? Gəlin əvvəlcə bu istiqamətdə, bu mövzuda sualdan başlayaq. Bəli, məlum olduğu kimi indeksləşdirmə ilə bağlı tədbirlər Azərbaycan Respublikasının əmək pensiyaları haqqında qanununa uyğun həyata keçirilir və həmin qanunda indeksləşdirmənin iki istiqaməti müəyyənləşdirilib. Bunlardan birincisi əmək pensiyalarının indeksləşdirilməsidir, ikincisi isə İşləyən şəxslərin, yəni biz onları sığorta olunanlar deyirik qanunverici termini ilə, onların fərdi hesablarında toplanan pensiya kapitallarının indeksləşdirilməsidir. Əmək pensiyalarının həm sığorta hissəsində, həm güzəştli şərtlərlə pensiya alan şəxslərin qulluq stajına görə əlavə hissəsində, həm də 2023-cü ilin yanvar ayının 1-dən əmək pensiyalarının tərkibinə daxil edilmiş maddi yardımlar hissəsində 8,1% artım qeydə alındı və bu artım bizim 1,2 milyon nəfərlik pensiyaçımızın hər birini əhatə etdi. Ümumilikdə isə dövlət büdcəsindən bu artım üçün 534 milyon manat əlavə illik vəsait sərf olunacaq. İndeksləşdirmənin ikinci hissəsi isə qeyd etdiyiniz kimi sosial sığorta hesablarında, fərdi hesablarda, pensiya kapitallarında aparıldı. Bu isə əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun aparılır. İstehlak qiymətləri artımındakı indeks 2,2% qeydə alınır və bu da fərdi hesablarda toplanan pensiya kapitallarının 2,2% artırılmasına səbəb oldu. Qeyd etməliyəm ki, hər iki istiqamətdə artımlar artıq təmin edilib, başa çatdırılıb Dövlət Sosial Müdafiə Fondu tərəfindən və əhalimiz həm yanvar ayının, həm də fevral ayının pensiyalarını müvafiq artımlarla almaq imkanına malik oldular. Mətbuatda ümumiyyətlə son zamanlar belə bir mövzuya rast gəlilir ki, vətəndaşların bəziləri pensiya yaşına çatmadan öz pensiya kapitalından istifadə etməklə bağlı müraciət edirlər, belə bir arzudadırlar. Bu ümumiyyətlə nə dərəcədə mümkündür? Və yaxud da ki, pensiya yaşına çatmayan şəxs vəfat edirsə, onun ailə üzvləri həmin kapitaldan istifadə edə bilərmi? Maraqlı sualdır və qeyd etdiyiniz kimi son dövrlər bu suallarla çox mütəmadi rastlaşırıq. Əvvəlcə bu pensiya kapitalının mahiyyətinin və fəlsəfəsini başa düşmək lazımdır. Ümumiyyətlə, pensiya kapitalı Dövlət Sosial Müdafiə Fondunda fərdi şəxsi hesablarda toplanan kapitaldır. Və pensiya kapitalı hər hansı bir kredit təşkilatında toplanan kapitallardan və yaxud investisiyalardan fərqlənir. Birincisi, pensiya kapitallarının toplanması məcburi dövlət sosial sığorta haqları hesabına həyata keçirilir. İkincisi, toplanan pensiya kapitallarının istifadəsinin qanunvericidə nəzərdə tutulmuş əsaslarına baxmaq lazımdır. Qanunvericidə pensiya kapitalının istifadəsi ilə bağlı ilk əsas istiqamət hədəf ondan ibarət ki, bu pensiyaların təyin edilməsidir. Əmək pensiyalarının təyin edilməsidir. Əmək pensiyalarının təyin edilməsi ilə bağlı isə şərtlər də yenə də qanunda nəzərdə tutulur. Buna görə şəxs ya əmək pensiyasının yaşına çatmalıdır ki, həmin kapitaldan istifadə edilsin və yaxud da ki, digər
gözlənilməz iki haldan biri baş verməlidir. Ya əlilliyi müəyyən edilməlidir şəxsin, bu əlilliyə görə pensiya növünün təyinatını həyata keçirilməsi üçün əsasdır və bir də ailə başçısını itirməyə görə pensiya növü ilə bağlı da müəyyən əsaslar var ki, bu da ailəyə gəlir gətirən, ailənin dolanacağı və təminatı ondan asılı olan şəxsin dünyasını dəyişməklə bağlıdır ki, bu da qəfil baş verən bir hadisədir və buna görə də pensiya hüququ yaranan şəxslərin həmin pensiya kapitalından, ailə başçısının pensiya kapitalından istifadə etmə imkanını yaradır. Siz bunu qeyd etdiniz ki, hansı hallarda mümkündür? Sözsüz ki, ailə başçısının itirilməsi zamanı həmin ailə başçısının topladığı pensiya kapitalına görə onun pensiya hüququ yaranan ailə üzvlərinə əmək pensiyasının hesablanmasında istifadə olunur. Yəni, pensiya hüququ yaranan ailə üzvləri dedikdə, ya şəxsin ailə üzvü özü pensiya yaşına çatmalıdır, lakin onun topladığı pensiya kapitalı ona imkan vermir ki, pensiya çıxsın və yaxud müvafiq məbləğdə pensiya çıxsın, lakin ailə başçısının pensiya kapitalı fərdi hesabındakı pensiya kapitalı, yəni söhbət dünyasını dəyişmiş şəxsdən gedir. Daha yuxarı məbləğdə pensiya təminatına imkan verir ki, bu zaman ailə üzvünün həmin məbləğdə, yuxarı məbləğdə pensiya almaq üçün imkan yaradır. İkincisi, əlilliyi müəyyən edilmiş şəxs olmalıdır ki, əlilliyi müəyyən edilən şəxslər, bu da orqanizmin funksiyalarının 60%-dən yuxarı əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə tətbiq edilir ki, belə olan halda da yenə də ailə başçısının pensiya kapitalına istifadə etmə imkanı var. Üçüncüsü də 18 yaşına çatmış uşaqlar və yaxud 18 yaşına çatana da ki, əlilliyi müəyyən edilmiş uşaqlardan söhbət gedir. Yəni, ailə üzvlərindən söhbət gedir. Yəni, belə olan halda da pensiya kapitalına istifadə etmə imkanı var. Yəni, burada bir məsələni bir daha vurğulamaq istəyirəm ki, pensiya kapitalının mahiyyəti hər hansı bir kapital formasında investisiya kimi yığılıb, mən onu istədiyim vaxt gedib götürərəm deyə belə bir mexanizm qanunvericiliyi nəzərdə tutmur. Bu kapital istifadə etmək üçün dedikdə, hesablanma üçün nəzərdə tutulur. Çünki onsuz da pensiyalar sizin verdiyiniz məcburi dövlət sosial sığorta haqları müəyyən müddətdən sonra dövlət büdcəsində indeksləşdirilməklə, mütəmadi olaraq artırılmaqla, məsələn, bayaq biz qeyd etdiyik minimum pensiya məbləği 280 manatdan 320 manata qaldırdı fevral ayının 1-dən etibarən. Amma ola bilsin ki, vətəndaşın topladığı pensiya kapitalı ona bu məbləğdə pensiya çıxmağa imkan verməmişdi əvvəlki dövrlərdə. Məsələn, 292 manata imkan vermişdi, amma biz o şəxslərin pensiyalarını artıq 320 manata qaldırdıq. Belə çıxır ki, həmin şəxslərin pensiya kapitalı onların onsuz da pensiya təminatına imkan vermirdi, amma Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına kapital hesablanıb artırıldı. Yəni, həmin kapital hesablanma üçün nəzərdə tutulan bir məfhumdur. Vəsaitdir. Bəli, vəsait. Və belə çıxır ki, nəticə etibarilə bugün üçün qeyd etdiyimiz məsələ vaxtından əvvəl pensiya üçün müraciət və ailə üzvlərinin verilməsi məsələsi aktual deyil. Bəli, vaxtından əvvəl verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayıb belə bir hal. Və özəl pensiya fondlarının yaradılması ilə bağlı tez-tez müzakirələrə də rast gəlirik. Nədir bu özəl pensiya fondları? Bunun ənənəvi pensiya fondundan fərqi nədir? İnsanlar üçün üstün cəhətləri nə ola bilər? Yaradılması istiqamətində bugün hansı işlər görülür? Bəli. Özəl pensiya fondları ümumiyyətlə məlum olduğu kimi, adından da göründüyü kimi özəl sektorda fəaliyyət göstərəcək təsisatlar vasitəsilə həyata keçiriləcək. Bugün dövlət pensiyasında sığortaçı qismində Dövlət Sosial Müdafiə Fondu çıxış edir və hər bir şəxsin qeyd etdiyimiz kimi fərdi hesabına toplanan onların məcburi dövlət sosial sığorta haqları ödəməsi hesabına formalaşır. Amma özəl pensiya fondlarında isə bu özəl pensiya təsisatlarında həyata keçiriləcək. Bu könüllü formada həyata keçirilməsi nəzərdə tutulur. Əlavə olaraq, yəni dövlətin təmin etdiyi pensiya təminatından əlavə olaraq kimsə daha yüksək məbləğdə pensiya almaq istəyəcəksə gələcəkdə özəl pensiya fondlarına müraciət edib müvafiq şərtlər daxilində biz hələlik qanun layihəsində onu nəzərdə tutmuşuq pensiya müqaviləsi bağlamaqla müvafiq şərtlər daxilində əlavə, dövlət pensiyasına əlavə pensiya təminatı almaq imkanına malik olacaq. Sözsüz ki, pensiya fondlarının fəaliyyəti ciddi dövlət nəzarətində olacaq. Maliyyə institutu olduğuna görə necə banklar və sığorta təşkilatları və yaxud da ki, qiyməti kağızlarla bağlı birjalarda olduğu kimi lisenziyalaşdırılan fəaliyyət olması nəzərdə tutulur və lisenziyalaşdırılan fəaliyyət olacaqsa həmin təsisatlar özəl pensiya fondlarının müvafiq prudensial normativlərə əməl etməsi, kapitallarının müvafiq səviyyədə olması, hər hansı bir ciddi maliyyə böhranlarına qarşı dayanıqlığı ilə bağlı dövlət nəzarəti təmin ediləcək. Necə bugün
sığorta şirkətlərində könüllü sığorta müqavilələri bağlanır və heç kimə məcbur edilmir. Sözsüz ki, icbari sığortalardan başqa, könüllü sığortalarda heç kəsə məcbur edilmir ki, öz avtonəqliyyat vasitəsini və yaxud həyatını və yaxud da ki, sağlamlığını sığorta etdirsin. Eyni qaydada da özəl pensiya fondlarında əlavə sosial təminat almaq üçün, pensiya təminatı almaq üçün istifadə etmə imkanları olacaq. Zəki müəllim, fondun fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş sahədə elektron xidmətlər tətbiq olunur. Bir çox xidmətləriniz proaktiv formada həyata keçirilir. Bu deməkdir ki, artıq vətəndaşın müraciətinə ehtiyac qalmır. Bu istiqamətdə görülən tədbirlər və bundan sonra göstərə biləcəyiniz proaktiv xidmətlər barədə məlumat verməyinizi də istəyirik. Təşəkkür edirəm. Ümumiyyətlə, proaktiv xidmətlərin mahiyyəti bundan ibarət ki, qeyd etdiyiniz kimi, vətəndaş heç bir quruma müraciət etmədən, heç bir sənəd toplamadan müvafiq sosial ödəniş təminatı alır və elektron avtomatik qaydada təminatlar həyata keçirilir. Bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi 160 xidmətdən 90% elektronlaşdırılıb. Fonda gəldikdə isə bu 84 xidmətdən 79-un elektronlaşdırılması deməkdir. Yəni bu kifayət qədər yüksək səviyyədir və sözsüz ki, bu proaktiv xidmətlərin içərisində yaşa görə pensiyalar, ailə başını itirməyə görə pensiya, ümumiyyətlə bütün pensiya növlərinin elektronlaşması demək olar ki, 89% həyata keçirilib. 80%-dən yuxarıdır ümumi göstərici və bundan sonraki fəaliyyət istiqamətlərimizdə də əsasən güzəştli şərtlərlə pensiyalarda biz elektronlaşmanı və proaktiv xidməti tamamlamaq fikrindəyik. Orada bir qədər mürəkkəb olduğuna görə pensiya hesablanması müəyyən istiqamətlər var ki, o istiqamətlərdə elektronlaşma başa çatsa da proaktiv təyinatlar həyata keçirilib başa çatmayıb. Bu istiqamətdə artıq tədbirlərimiz var və eyni zamanda dövlət icbari şəxsi sığortalarla bağlı da təyinatların gələcəkdə proaktiv qaydada həyata keçirilməsi ilə bağlı nəzərdə tutulur və bununla bağlı artıq işlərə başlanılıb, müvafiq alt sistemlər artıq yaradılıb və alt sistemlər üzərindən təyinatlar həyata keçirilir elektron qaydada, lakin proaktiv həyata keçirilmir. Aydındır, çox təşəkkür edirik sizə, uğurlar arzulayırıq və studiyamıza gəldiyiniz üçün sizə minnətdarıq, təşəkkürümüzü edirik. Minnətdarım mən də. Çox sağ olun. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir. Rəsmi məzənnə enir, amma məhsul sifariş edəndə yüksək məzənnə ilə hesablanır. Xaricdən alış-verişi hansı valyutada olan kartla etmək sərfəlidir? Birazdan. Rəsmi məzənnə enir, amma xaricdən məhsul sifariş edəndə dəyəri yüksək məzənnə ilə hesablanır. Bir çoxları bu halla qarşılaşırlar. Məsələn, son vaxtlar Türk lirəsinin kəskin ucuzlaşmasına baxmayaraq, Türkiyədən məhsul olan vətəndaşlar bankların əvvəlki məzənnəni tətbiq etdiyini görürlər. Bəs banklar bu kimi valyutaların məzənnəsini necə müəyyən edirlər? Rəsmi məzənnədən istənilən qədər fərq ola bilərmi? Manat kartı ilə xarici saytlardan alış-veriş etmək sərfəlidirmi? Bütün sualların cavabı növbəti sujetdədir. Rəsmi olaraq məzənnə aşağıdır, amma Türkiyədən məhsul sifariş etdikdə yüksək məzənnə ilə qarşılaşdım. Onlayn alış-veriş edənlər bu vəziyyətlə tez-tez üzləşirlər. Bəs hər hansı bankın məzənnəsinin rəsmi məzənnədən kəskin fərqlənməsi nə ilə bağlıdır? Azərbaycan Banklar Assosiasiyasının eksperti Fərəc Axundov deyir ki, qaydalara görə hər bir bank öz məzənnəsini müəyyən edə bilər. Hal-hazırda Mərkəz Bank tərəfindən hər hansı bir məhdudiyyət məzənnələri qoyulmayıb. Ona görə bank özü seçə bilər. Amma qeyd eləmək istərdim ki, banklara kifayət qədər rəqabətlik çoxdur və əsas bank çalışır ki, müştəri cəlb eləsin. Onunla bağlı da daha çox sərfəli məzənnə təklif eləmək üçün üstünlük verir. Amma gərək vətəndaş əlbəttə ki, özü seçim eləsin, müqayisə eləsin. Bütün bankların saytlarında tariflər haqqında məlumat var. İqtisadçılar bildirirlər ki, dollar və avrodan fərqli olaraq lirə, rubl, lari kimi valyutaların məzənnələri birbaşa manata münasibətdə müəyyən olunmur. Bunun üçün dollar üzərindən çarpaz konvertasiya həyata keçirilir. Bu rəsmi elan olunan kursa da mərkəzi bankların özü spread fərqi tətbiq edərək həmin valyuta ilə bağlı riskləri, tələb təklifi, digər məsələləri nəzərə alaraq manat qarşısında o kursun məzənnəsini müəyyənləşdirir və o kursdan da alıb sata bilirlər. Yəni gün ərzində də bunu dəyişdirə bilirlər. O ölkələrin valyutası üzərində baş verən proseslərə görə də banklar bu alış-satış spreadlərində dəyişikliyə getmək onların müstəsna hüququdur. Yəni eləyə bilirlər bunu. Burada bir məhdudiyyət yoxdur. Manat kartları ilə xarici saytlardan alış-veriş zamanı da müəyyən konvertasiya haqqı tutulur. Mütəxəssislər bildirirlər ki, ayrı-ayrı banklarda bu komissiya fərqli ola bilər.
Manat kartı ilə Türkiyədən məhsul aldıqda sizin hesabınızdan bankınızın müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla məbləğ çıxılır. Nəzərə alsaq ki, bu şirkət bunu lirə ilə bu malı satır və bu pul şirkətin hesabına daxil olur. Daha sonra şirkət təbii ki, bunu bankda konvertasiya etmək istədiyi zaman həmin yenə də kurs fərqi ilə o lirəni, o valyutanı satmış olur və ya almış olur. Bu mənada bu həmin bankların tətbiq etdiyi spreadlərin üzərinə şirkətlərin də müəyyən bir spread qoyması normaldır. Bəs manat kartı ilə Türkiyə saytlarından alış-veriş etmək sərfəlidirmi? Sərfəlidir, əlbəttə ki, amma təhlükəsizlik qaydaları riayət etmək məqsədi ilə mütləq şəkildə CVC kod, heç kimə kartın arxada kodları verməmək şərti ilə və qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyə əsasən 18% ƏDV tətbiq olunur bu alış-veriş zamanı məbləğə. Müştəri bununla bağlı bank onu məlumatlandırmalıdır. Amerika saytlarından sifariş zamanı dollar, Avropa satış platformalarından məhsul aldıqda isə avro kartları istifadə olunarsa əlavə konvertasiya haqqı tutulmaz. Bankların bəziləri hətta bu kartlara müxtəlif kəşbək və bonuslar da tətbiq edirlər. Ekspertlər bir daha xəbərdarlıq edirlər ki, onlayn alış-veriş zamanı birbaşa əmək haqqı kartını istifadə etmək olmaz. Bunun üçün ayrıca karta yalnız həmin alış-veriş üçün lazım olan qədər vəsait qoyub istifadə etmək lazımdır. Azər Nağıyev, Şəkərnaz Şahəliyeva, Vəfa Şəhlayi, İqtisadi Zona. Bu həftəlik bu qədər, hörmətli tamaşaçılar. Siz Azad Azərbaycanla Dövlət Vergi Xidmətinin birgə layihəsi olan İqtisadi Zona verilişini izlədiniz. Sağ olun, yenidən görüşmək ümidi ilə.